Salam, hər vaxtınız xeyirli olsun dəyərli treyderlərimiz və Forex bazarı ilə məşğul olan insanlar. Bu gün sizə kripto bazarı haqqında danışacağım. Çünki Forex bazarı işləmir. Bu gün 6-cı gündür. May ayının 3-üdür, 2025-ci ildir. Kripto bazarı hamı bilir ki, 365 günün hər günü işləyir. Forex bazarı yəni 5 gün işləyir, amma kripto bazarı həmişə daim işləyir. Ona görə bu günləri kripto bazarı haqqında sizə danışacağım. Və başlamaq istəyirəm Bitcoin-la. Bitcoin-un ümumiyyətlə mən belə deyim, artımını gözləyirəm. Çünki burada hal-hazırda hal-hazırki situasiyada yəni eniş mən görmürəm. Çünki baxın, maksimum yeniləndən sonra, yəni tarixi maksimum yeniləndən sonra 109.900, yəni belə deyim 110.000 civarlarında oldu və ondan sonra da bizdə belə deyim yaxşı korreksiya olundu aşağı. Və baxın, burada belə bir trend xəttini çəksə, yəni texnik analizə uyğun, bizdə görürsünüz bu şamda həmin bu trend xətti qırılma oldu və artım başlanıldı. Belə deyim, bu bizim üçün hal-hazırda əgər eniş tendensiyasıdırsa, yəni bizim üçün bu bir siqnaldır ki, yəni artım üçün hal-hazırda belə deyim situasiya yaranıb. İkinci nömrədən baxanda isə belə deyim fikirləşsək, hamı Bitcoin-un alışını gözləyir. Yəni külli miqdarda insanlar Bitcoin-un alışını gözləyirlər. Yəni alıb satanlar barədə yaxşı bilirlər. Çox uzun müddəti belə desək, 3 ilə 5 il ərzində Bitcoin 100.000 civarlarından yuxarıda ticarət olunacaq. Düzdür, biz gələcək heç kim bilə bilməz, amma yəni gözləntilər oradadır. İkinci növbədə baxsaq, bizdə baxın Bitcoin belə deyim 2 ay baxın fevralın 26-sından ta ki aprelin 22-sinə kimi bizdə konsolidasiya oldu. Yəni həcm yığıldı burada. Bu həcmin sərhədi yuxarı sərhədi olmuşdu 88.700, aşağı sərhədi olmuşdu 74.500. Yəni burada təxminən 14.500 pips belə deyim həcm yığılma olub və adətən belə bir strategiyalarda onlar. Bunu özünüzdə də tətbiq edə bilərsiniz. Əgər hansısa bir diapazonun içində qiymət, fərq yoxdur, Bitcoin'dur, dollardır, neftdir, bu hamısına şamildir. Həcm yığılırsa və qiymət hansı istiqamətdə o yığıldığı həcmi qırıb keçirsə, deməli o həcm boyda yəni hərəkət olunacaq. Yəni belə deyim, bizdə hal-hazırda görürsünüz 14.500 pips bizdə yuxarı qırılıb. Qiymət keçib görürsünüz burada. Həmin bu 14.500 pipsə yenə də artım bura qədər olmalıdır. Yəni biz düzdür, %100 heç kim əmin ola bilməz, sadəcə bizdə belə deyim gözləntimiz elədir. 14.500 pips də bizdə təxminən gəlir düşür 103.000 civarlarında və ondan sonra qiymətin düşünürəm ki, korreksiya olunacaq yenə də. Çünki buradakı yığılan həcm burada paylanılıb. Ən azından ora kimi artımı gözləyirəm və ondan sonra daxili korreksiyanı görə bilərik və yenə də Bitcoin tarixi maksimumlarını yeniləyə bilər. Və həmçində burada əgər bu yığılmış həcm aşağı qırsaydı, bizdə eləyir 14.500, 14.500-dür, bizdə gəlib çıxacaqdı, yəni təxminən 59 civarları, 59.700, yəni 60 belə deyil, ümumi görsək 60.000-ə. Bura kimi eniş olunacaqdı. Amma aşağı qırmadı, yuxarı qırdı. Ona görə də gözləyirik ki, artıma gələcək. Məndə hal-hazırda 12 dollar minusdadır belə əməliyyatım. Yəni mən açmışam əməliyyatımı belə deyim 96.000-dən və stop loss'um məndə yerləşir 181 dollar, belə deyək 180 dollar, take profit'im yerləşir isə 430 dollar. Yəni birin 2 əməliyyatdır. Yəni sizə də tövsiyə edirəm ki, ən azından bazara daxil olanda minimum birin 2 əməliyyatınız olsun sizdə. Ondan sonra siz elə belə deyim profit götürə bilərsiniz Forex bazarında. Yox, əgər birin 1-ə yəni və yaxud da ki stop loss böyük, take profit balaca olan yerlərdə, yəni siz Forex-də heç vaxt uğurlu ola bilməzsiniz.
Amma ən azından 1-in 2-yə, 1-in 3-ə daha da olsa yaxşı olar. Amma ən minimum olaraq 1-in 2 olmalıdır əməliyyatınız. İBOX stop lossla da bağlansa da belə, yəni ən azından belə bir əməliyyat take profitlə bağlansa, sizin növbəti əməliyyatınızı 2 dənə stop lossu pakrivat eləyə biləcək. Keçək LTC USD, yəni bu Litecoin-dır. Həmçində burada da artımı gözləyirəm. Baxın, burada belə bir kanal yaranıb, yəni belə bir impulslə hərəkətdən sonra kanal yaranıb. Yuxarı sərhədi və aşağı sərhədi. Ümumi baxsaq, Litecoin da artımdadır. Yəni günlüyə keçsək, baxın, burada da belə deyim, trend xəttini çəksək, bizdə Litecoin da görürsünüz artımdadır. Yəni bu artımın sınması üçün ən birinci belə deyim situasiya olmalıdır ki, bu trend xəttinə aşağı şam bağlansa, bütöv bu günlük şam aşağıda bağlansa, ondan sonra eniş başlanıla bilər. Hal-hazırda o yoxdursa, onda bizdə artım davam edəcək. Belə deyim, H1-də, yəni saatlıq qrafikdə bizdə belə kanal yaranıb. Hal-hazırda yəni satış alış açmaq olmaz, gözləmə lazımdır. Əgər qiymət belə deyim qırıb keçsə, trend xəttini bizdə yuxarı. Mən sizə bura texniki analizlə izah edirəm. Yəni bunun dərinlikləri mən başqa qrafikimdadır. Yəni orada opsiondur, həcmlər də o burada görsənmir. Sadəcə mən sizə texniki analiz göstərirəm. Baxın, ən birinci deyim, bizim üçün alış əməliyyatları bu trend xəttinin yuxarısına polnu, yəni bütöv şam bağlanıb H1-də bağlanıb və ondan sonra biz artımı görə bilərik Litecoin-da. Litecoin-da düşünürəm ki, artımı ən azından bura kimi olacaq, 96-ya qədər, 96 yarımları olacaq. Çünki buradakı baxın belə bir belə deyim şamlar olub, görürsünüz, impulslu şamlardılar. Bu adətən alıcıların belə deyim, bazara daxil olan şamlarıdır. Baxın, görürsünüz, eniş olub və qəfildən artım olub və belə bir şam olub. Həmçinin burada da, burada görürsünüz, nə boydanadır. Yəni, belə bir belə səviyyələri qiymət çox yaxşı yadda saxlayır. Yəni, istər aşağı enişdə olsun, istər yuxarı qalxışda olsun. Yəni, görürsünüz, burada da gəlib qırıb keçib təzədən retest olundan sonra eniş olub. Həmçinin burada da bir neçə dəfə görürsünüz, retest edib və ondan sonra qırılıb. Bu səviyyələr qırılandan sonra düşünürəm ki, artım bizdə olacaqdır. Və həmçində artım bu səviyyələrdən, yəni bu trend xətti keçir, ən azından da bu səviyyəni qırandan sonra da. Yəni belə deyim, 87 3, 87 25-də, yəni polun üstü bazara daxil olmaq olar. Sonuncu bir kriptovalyutamızdır. Bu da efirdir. Baxın, burada bizdə aşağıda belə bir diapazon yaranıb. Görürsünüz, minimumlar artırlar. Yəni görürsünüz, 1-2 indiki hal-hazırdakı şam yenə də qıra bilməyib. Sadəcə olaraq retest edib qalxdı yuxarı. Yəni belə bir minimumlar artıran yerdə bu bir nömrə belə deyək, növbədə bizdə alıcıların qüvvəsini izah edir. Həmçində burada baxsaq, bizdə belə bir alıcı diapazonu da mövcuddur. Bu alıcı diapazonumuzdur bizdə. Yəni, bu diapazon bizdə 1818 və 1800 edir. Yəni, bu civarlarında qiymətinin, yəni alış əməliyyatını açmaq olar. Yenə də vurğulamaq istəyirəm ki, hal-hazırdakı vəziyyətdə, yəni bizdə bir var ki, yəni belə deyim, qiymət bizim diapazonumuzu qırıb keçmir aşağı. İkinci növbədə gözləməliyik ki, bizim trend xəttimiz qırılsın və bu maksimum yeniləsin, qiymət bağlansın bu şam, H1-dəki şam. Ondan sonra bizdə artım gözlənilə bilər yuxarılara. Artım yenə də mən belə deyim, görürsünüz, bu impulslu şamına uyğun gözləyirəm. Baxın, buradan qiymət qırıb keçib, retest zamanı eniş olub. Həmçinin burada bura qədər artımını, yəni 2092-yə kimi artımını efiri gözləmək olar. Beləliklə, əziz treyderlərimiz, əgər sizə də bu analiz göstərdiyim faydalı oldusa,
video like eləyin və öz dostlarınıza, tanışlarınıza, Forex-dən məşğul olan insanlara göndərə bilərsiniz. Və həmçinin vurğulamaq istəyirəm ki, əziz izləyicilərimiz, mənim qapalı qrupum var. Yəni orada siqnallar dərc edirəm mən. Bütün Forex bazarı ilə. Yəni görə bilərsiniz burada bizdə gümüşdə əməliyyatımız var. Görürsünüz, baxın 221 dollar profit olacaq bağlanır. Burada stop lossu mən düzdür çəkmişəm, götürmüşəm. Amma yenə də birinci gün stop lossu təzədən çəkəcəm təhlükəsiz yerə. Həmçinin neftimizdə də göstərmə əməliyyatımız harada yerləşir. Yəni burada da 193 dollardır. Biz burada sell əməliyyatımız var. Burada isə profit yerləşdirmişik. Yəni belə deyim, əziz traderlərimiz. Əgər sizə də maraqlısa Forex bazarında belə deyim, real şəkildə siqnallarla əməliyyat açmağı, mən orada siqnallarına take profit, həmçinin stop lossları yerləşdirmə nöqtələrini dəqiq izah edirəm. Mənim qapalı qrupuma qoşulub bu barədə məlumat əldə edib və profit qazana bilərsiniz. Sağ olun, salamat qalın, bu günlük bu qədər.